edirsə, özü bəlli olsun. Özlüyü bəlli olsun Qədirxum günü. Və Qədirxum günü də Peyğəmbər Həzrətlərini siyasi təyinatla təyin eləmirdi. Yəni, əgər siyasi bir təyinat var idisə, eyni toplum Məkkənin özündə də var idi. Öyle deyil, Məkkədə idilər. Birinci Məkkəni təvaf elədilər, Kəbədə idi. Elə en gözəl yerdə oraydı Peyğəmbər onu. Orada deyərdi ki, və orada da xütbəsi var, ha? Peyğəmbərin orada da xütbəsi. Əgər siyasi təyinat idisə, bu Peyğəmbər onu Məkkədə də eləyərdi. Niye o boyda cemaatı gel qızmadı yayın istisində çöldə özdə? Bilirsiniz bu Peyğəmbəri acaba biz çöldə dayanmaqlarla nə qədər şərait dəyişib o dövrdə. Öyle istəmə ki qaçır bir dənə yer axtarır ayağına. Siz zarafat eləməyin, iki kəlməni söz deməyir Peyğəmbər olsun istiğin altında. Cemaat saatla gözləyib o istiğin altında. Peyğəmbər əslində orada bu sözü deməkdə buradan o məna çıxır ki, Peyğəmbər öz məsuliyyətini başa düşürdü. Quran deyir ki, فَلَنَسْأَلَنَّ الَّذ۪ينَ اُرْسِلَ اِلَيْهِ وَلَنَسْأَلَنَّ الْمُرْسَل۪ينَ Peyğəmbər bunu çox yaxşı bilirdi. Nə deyir? Deyir ki, biz Peyğəmbər göndərdiyimiz ümmətlərdən də sorğu-sual edəcəyik. Və biz Peyğəmbərlərin özlərindən də sorğu-sual edəcəyik. Nə soruşacaqsan Peyğəmbər? Deyəcək ki, vəzifəni icra elədik. Missiyanı gördünmü sən? Sən missiyanı mən istəyənmi kimi gördün? O Peyğəmbərlərə sual edəcək. فَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ Peyğəmbərlər də haqq hesabdan qaça bilməyəcək missiyalarına görə. Tamamladın mı? Elə olsaydı, bunu elə siyasi bir təqdimat olsaydı, bunu elə Mədinədə də Peyğəmbər, cəmaat gəldi, və cəmaat geçsində Omandan, digər dövlətlərdən ona çıxır. Mədinəyə çatırsan, Mədinəyə çatanda elan edirsən ki, Əli mənim siyasi vəlimdir. Elə məktubla payla, Bəhreynə, nə bilim Şama, digər dövlətlərə payla çıxsın, geçsin də. Niyə o qızmar istidə həm özünə, həm cəmaata ümmət və əziyyət edirsən, ya Rəsulullah? Çünki Peyğəmbər bilirdi ki, Maidədə 62 ayədə bunu deyirlər, Allahın israrını görür, ya biz burada, bəlliq ya Rəsul, çatdır ey Rəsul, çatdırmasan o boyda sənin elədiyin risalət heçə gedəcək. Ona görə bilir axı Allah da, Rəsul da bilir axı ki, fələnəsələnləl mürsəlin olacaq, mürsəllər və Peyğəmbərlər də haqq hesaba çəkiləcək. Soruşulacaq ki, missiyanı yerinə getirdin, necə mənim burada missiyan var, necə də, neyə yapın, cəmatın vaxtını elə belə almışsan sən. Hər gün eyni şeyi danışmaq olar. Gəlbəli hələ görə dediklərdə əməl edirsən. İnan Allah adam eşidəndə burada düşmək istəyirsən aşağı, zarı çıxım ki. Fələnəsələnlə mürsəli Peyğəmbər bunu çox yaxşı bilirdi. Yoxsa öz ümmətin əziyyətə salmazdı. İnanın ki, salmazdı. Peyğəmbərlərin də rəhbər seçmək hüququ da var, bunu da gərək unutmayaq. Peyğəmbərlər də rəhbər seçəbilir. Birinci onu bilmək lazım ki, bizim Peyğəmbərimiz sonuncu Həzrəti Məhəmməd Peyğəmbər Allah yanında daha dəyərli, daha üstün bir mövqeyə malikdir. O həm bütün Peyğəmbərlərə, bütün nəbilərə, bütün rəsullara da elçi idi, göndərilən bir şəxs idi. Təkcə ümmətə yox, bütün bəşəriyyətə göndərilən bir ümmət idi. Necə Harun Musaya oldu, Yusuf Yaquba oldu, Süleyman Əleyhisselam Davuda canişin oldu, eyni ilə də Həzrəti Əli də Həzrəti Peyğəmbərə canişin oldu. Deyirlər ki, məsələn, niyə yox, o elə olmaz, deyir, niyə? Deyir ki, məsələn, Peyğəmbərlər idi, sənin dediyin Peyğəmbər Peyğəmbərə varis olur. Dedim, nə demək istəyir? Peyğəmbər deyil, bəli, Peyğəmbər deyil də. Amma Peyğəmbər deyildirsə, bu deməkdir ki, sonuncu Peyğəmbərin canışını olmayacaq. Bir işi olar.
Allah belə etməklə əslində bizə bir daha göstərmək istəyir ki, bu həyat sınaqdır, imtahandır. İmtahanda həmişə fərqli olur. Həmişə eyni formada imtahan gözləməyin. Məsəl üçün, dostunuzun birinizin başına imtahan gəldi, mənə də məsəl üçün şəhvət xeyr, başqa formada gələcək. İmtahan heç vaxt eyni formada gəlmir. Fərqli formalarda gəlir. Allah da bizə çatdırır ki, bu sizin imtihanınızdır. Bu həm insanlığın imtihanı, həm Peyğəmbərin imtihanı, həm Əhl-i Beytin imtihanıdır. Burada həm insanlıq soruşulacaq, həm Peyğəmbər və Əhl-i Beyt soruşsalı, siz neynədiniz? Elə bir minallardan soruşsalı, siz öz missiyanızı gördünüzmü? Biz elə bəli, bəs biz bu sual altındadır. Peyğəmbər ailəsinin imtihanı idi bu. Gəlin sual verir ki, Əlinin adı Quranda var. Ay qardaş, başqa dönüm. Quran axı ad kitabı deyil axı. Quran əməl kitabıdır, Quran sifət kitabıdır. Sifətində Allah Maidə 55-də deyib də sizin rəhbəriniz kimdir? Bəs eləmədi sənə? Allah dedi də sənin mənim filan kəslərdir. Gid o axtını filan kəslər. O sifətlə adamı tapa bilmirsən. Yox, elə adım deməli. Yox, elə şey yoxdur. İmtihan da ona görə ad deyilmiş. Əli təkcə Peyğəmbərin canişini deyil. Əli həmçinin Peyğəmbərin belə deyək, ruhani varisi idi. Mənəvi varisi idi Əli. Ona görə orada Mövla kəlməsi istifadə olunur. Mövla kəlməsi təkcə siyasi bir şey yoxdur. Həmçində ruhani bir şey var. Gör, nə gözəl kəlmə seçin. Mən kuntu Mövla. Mən kimin Mövlasıyam? Salavat işləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah öz əziz peyğəmbərlərinin seçimlərinə heç vaxt irad eləməyib. Gelin Qurana baxın. Musa əleyhissalam dedi ki, İlahi, mən istəyirəm Harun mənim vəzirim olsun. Allah nə deyir? Yox, istəmirəm. Yox, olmaz. Olmaz. Elə bir söz demədi. Olsun. Çünki bilir ki, Musa da bilir, Allah da bilir ki, Harun ora layiqdir. Peyğəmbərimiz də bilir ki, Əli ora layiqdir. Belə də Peyğəmbərlər dövrümüzün o zalim hökümdarları kimi deyir ki, qohum əqraba arasında vəzifəni fırlatsınlar. Və yaxud da Həzrət Əlini tənqid edə bilərlər ki, Həzrət Əli özündən sonra oğlu Həsəni. Xeyr, bu, ata oğul şey deyil, bu. Vəzifəni Allah verir, ilahi bir vəzifədir. Peyğəmbər özü bilirdi Həzrət Əli kimdir. Bilirdi ki, Həzrət Əli Allahın sevgisinə layiq olan adamdır. Özünün sevgisinə layiq olan adamdır. Dedi, ey Əli, əgər bilsəydin, İsa'ya deyilən sözlər sənə deyilməz. Sənə elə bir söz deyərdim ki, getdiyin yerlərdə əyərvun tozunu şəfa kimi istifadə edərdilər. Amma bilirəm ki, səni də İsa kimi olacaq, Allah nəzərlərində tutacaqlar. Ona görə deyirəm, o qədər Peyğəmbər Həzrət Əlini tanıyırdı ki, həqiqətən bu yerə layiq olan varsa da buydu. Peyğəmbərin Həzrət Əlini təyinatına baxın bir dənə. Xüsus təyinat modeli Peyğəmbər bizə qoyur. Bəzən biz, burada tələbələr də var, dərsdə mən bu metoddan istifadə edirəm. Sual verirsən tələbəyə, ümumi tələbələrə, oradan biri var, mən deyim, yox. Bilirəm o bilir, bilirəm o bilir. Deyirəm, yox, sən deməm. Çünki sən desən, sənin qədrin bilinməyəcək. Yerdən opsiyonlar deyir ki, buradan cavabdan sonra, cavab verməsən deyəcək ki, əşi, mən də cavab verərdim də, sinəsinə döyənlər çıxacaq. Gözlə tələsmə, sən axırda cavab verərsən. O yollar kimlikləri qoşun ortaya, sonra sən bilirsən. Eyni şey Peyğəmbərdir. Bax, Peyğəmbər balaca vaxtda dedi ki, Həzrət Əli balaca olanda dedi ki, çağırdı, Peyğəmbərə Allah dedi ki, təbliğ elədi qohum əqrabalarına, yaydı dini. Çağırdı, Əli əleyhissalamdan yemək pişirdi. Dedi, Əlidən başqa işin qəbul eləmədi. Xeybər döyüşü gəldi, dedi, heç kim, Xəndək döyüşü, dedi, əmrin qabağına kim çıxar? Heç kim çıxmadı.
Heç kim çıxmadı. Ondan sonra Peyğəmbər əlini cəmaata təqdim elədi. Həqiqətin tanıtdırılması çox önəmlidir. Bu metod çox önəmlidir. Həqiqəti belə tanıtdırarlar. Əgər Peyğəmbər salavatullah əlini həmişə önə sürsəydi, ona deyərdilər ki, və biz bilirik, həmişə sən bunu seçsən. Peyğəmbər deyir, yox, elə yox, tələsmə. Öncə xalqa fürsət verək. Ya Allah, kim bu əmrin qabağına çıxar? Dəli deyirlər ki. Əmir arıq cılız adam deyil də, əmir pəhləvan idi. Əmir, səhv eləmirəm, 4'ün 4'ə idi. Xəndəyin təxmini ölçüdür. 4 metr eni idi, 4 metr dərinliyi idi. Belə bir formada xəndəyin dərin idi. Əmir o xəndəyi aşıb keçən kişilərdən idi. Çıx qabağa. Hamı sən mən nətər baxırıq, elə baxırıq. Əleyhisselam dedi ki, mən dedi, sən gözlə. Tələsmə. Cəmaatdasın, sən dedi, gözlə. Yəni, sən gözlə. Mən elə belə bunu şey eləmirəm. Boş-boş iş görmürəm, değil mi? Yəni. Heç kim çıxmadı əlindən başqa. Bu biz nəyin göstərişidir? Bu onun göstərir ki, Allah əlini seçib 1, Peyğəmbər əlini seçib 2, 3. Kim desə salavat deyəcəm inşallah. Bilən var əlini qaldırsın. Bir kitab da hədiyyə edəyərəm. Yox, seçəcəm. Əlinin seçilməyi həmçinin zamanəndə tələbi idi. Dedi yaxı, Peyğəmbər ümmətinə deyirdi ki, əslən öz rəhbərini seçdi Peyğəmbər. Kim çıxar bunun qabağına? Öz qabaqdadır olsa, deyir, kim çıxar? Heç kim çıxmır. Əslində Peyğəmbər məcbur şəkildə Həzrət Əli cəmaata sığınmırdı. Ləyaqətsiz adam görmüşsünüz də bəzən gəlib oturur ləyaqətlinin yerində. Bilirsən ki, bunun dayısı onun əlinə qüvvət verir. Ləyaqəti olmuyor gəlib otuzdurub onda. Yox, Peyğəmbər eləmirdi. Xalqa fürsət verirdi. Qoy zaman da görsün, şərait də görsün ki, həqiqətdə Əlidən başqa bu yerə layiq adam yoxdur. Ona görə ona deyir, mən kuntum məvlə. Peyğəmbər də döyüşdə Əlidən qala qalmırdı, ha? Həzrət Əleyhisselam onu vəsf eləyəndə deyir ki, çox betər vuruşurdu Peyğəmbər. Elə bilmirik, biz ancaq Peyğəmbər, elə Əli kimi idi Peyğəmbər. Cəmaatın susqunluğu, sakitliyi, elə bir deyirəm ki, bir iş var, kim eləyər? Heç kimin səsi çıxmır. Bu susqunluq həmçində göstərdiyi ki, elə əldən başqa heç kim buna layiq deyil. Beləcə, Əlinin fəzilətləri, yavaş-yavaş satırıq, azalım inşallah, sonra tamamlayarıq. Beləcə, Əlinin fəzilətləri bərq vururdu, parıldayırdı. Niyə? Niyə Əlinin fəzilətləri bərq vururdu? Çünki Əli hər hansısa bir işi başqa iş üçün eləmirdi, o haqq üçün edirdi, tərif üçün eləmirdi. Bəzi sahabələr tərif üçün əməl görürdülər. Mən də adımı yazsınlar, o ağa danışırdı, Qaraxan kimi. Mən də Quranı şüxür. Əli haqq üçün edirdi, Əli tərif üçün eləmirdi. Əlini təkcə meydanlar və yaxud onun bəlağəti, fəsahət sübut eləmədi. Zaman, şərait sübut elədi ki, Əli əleyhissalamdan başqa heç kim bu yerə layiq deyil. Çəkin, hamı o şeyini çəkin. 5 kişidir çəkin, bir dənə Əli. O cür deyir ki, ya sən haqqında elə bir söz deyərəm ki, sənin ayağının tozunu cəmaat təbərrüc götürər, şəfaət götürər. Bu Peyğəmbər o belə tanıyırdı Həzrətləri. Elə bir fəzilətə sahibdir ki, nə Əməvilər, nə Abbasilər, nə qədər söydülər, nə qədər təhqir elədilər. Adın zikirdən çıxartılır. Dünən ağa ilə danışırıq, orada xütbədə qeyd elədik. Danışırlar ki, Əli əleyhissalamın adına olan qıcıq, Huvəl-Aliyyül Əzim, Quran kəndə bu keçir də, Azim keçmir, Huvəl-Aliyyül Əzim keçir. Deyir ki, bu, alim başı, deyir ki, bu Əməvilərin siyasətidir. Əlidən acıqları gəldiklərinə görə
orada Əliyunu çıxardırdılar. Bu adı heç yada düşməsin, amma kimin adı yada düşür, kimin adı salavatla yad olunur, kimin adı bəddua ilə yad olunur, lənətlə yad olunur. Nə qədər gizlədilərsə, fəzilətin üstünü örtə bilmədilər. Çünki qızıl idilər. Qızılla dəmir eyni ola bilməz, əzizlər. Yanandan dəmirin dəyərini artıra bilərsən. Amma qızıl yenə qızıldır, qalacaq öz dəyərində. Həmçinin Əli Əleyhisselam təkcə fəzilət sahibi deyildi. Əli Əleyhisselam həmçinin də fəzilətin qurbanı idi. Fəzilətin qurbanı idi. Necə? Çünki fəzilət nifrət də yarada bilir. Fəzilət qıcıq da yaradır. Çünki fəzilət göstərir ki, başqaları natamamdır, başqalarında yetərsizliyi var, bu üstündür. Və fəzilət də o həddə olanda, yarışa çevrilə bilməyəcək dərəcədə olanda, nə olur? İnsanda qəzəb yaradır, əsəb yaradır. Həzrət Əleyhisselamın fəzilətləri belə insanlarda qəzəb yaradır. Amma istərində saxlayırlar, gətirir onu Cəməldə çıxartdılar, İmam Hüseyin Əleyhisselamda çıxartdılar, Kərbəla hadisəsində çıxartdılar. Qoymadılar, qalsın sinələrində, hamısı nə var idi çıxartdılar. Moment düşmüşdü, an düşmüşdü, hamısı nə qədər İmam Səccad Əleyhisselam səhv eləmirəmsə deyirlər. İmam Səccad Əleyhisselam deyir ki, Peyğəmbər hələ bizi sizə tapşırmışdı, belə elədiniz. Demişdi, sevin belə elədiniz, tapşırmasaydı nə eləyərdiniz? Nə zülmlər eləyərdiniz? Əli ilə yarışa girə bilmədilər və beləcə xəstə qəlblər, kindən, həsədlə doldu. Onun həmçində deyim ki, əzizlər, biri sizdən fəzilətli adam görən heç narahat olmayın. Gedin, onun yanında olun. Bu bizim üçün bir dənə urvin olmalıdır, bir səviyyə olmalıdır ki, biz bir səndən yaxşı bacardı filan işi, ged onu təbrik edin. Özə belə təbriklər, mübarək olsun, xeyr, ürəklə, qucaqlar, sən məndən də yaxşısan demə. Yox, ne bu cəmiyyətdə? Bəlamızdan biri də budur, fəzilətli adam görən, fəzilətli bir işdə səndən üstün görəndə, fəzilətlindən bir dəfə danışmışdıq da Allah qısmədə. Fəzilət artıq olan işə deyirlər. Bir norma var, yaxşı var, məsələn, qonşum xəstədir. Kimsə mən məcbur eləyir, gedim onu. Fəzilətdir səni məcbur eləyən, gedim o qonşuya, artıq iş görəsən. Eyni amma bu təsəvvür, məsələ Quran-Kərimdə Yusuf Əleyhisselam haqqında Allah danışır. Yusuf Əleyhisselam fəzilətin qurbanı idi. Atası Yusufu çox istəyirdi, onun üstün bilirdi. Nə oldu? Bu Yusuf'a necə baha başa gəldi? Saldılar Yusuf Əleyhisselamı quyuya. Amma bəyəklər dedim, qızıl necə dəyərini itirməz? Yusuf Əleyhisselamda bax eləyir. Ağla gəldi, onu Misirin əzizi oldu. Qardaşlarına quyuya saldılar. Amma Allah onu çıxartdı, oturdu vəzir stolunda. Misirin əzizi stolunda. Bu o deməkdir ki, qızıl o. Narahat olma, sən dəmirin yerinə də qoysalar, sən narahat olma. Bir gün sənin haqqın əda olunacaq. Fəzilət bəzən elə hədd olur ki, insanlar ona dözə bilmirlər. Fəzilətli şəxs haqqa ancaq təslim olanlara ləzzət verə bilər. Haqqa təslim olmayanlara fəzilət əzab verəcək, nifrət yaradacaq. Haqqı tanı. Haqqı tanı ki, əhlini də tanıyasan. Biz haqqı tanımamış, haqqın əhlini tanımağa çalışırıq. Bax, sükan burada pozulur. O etabı keçmək lazım. Haqqı tanı. Haqq da şəxslərlə tanınır. Haqqın özünü tanıyasan. Haris ibn Hud gəldi Həzrət Əleyhisselamın yanına. Dedi ki, bəli, sən elə bilirsən ki, səhv dedi də Əleyhisselama. Sən elə bilirsən ki, Cəməldə ölənlərə mən zəlalət əhli deyirəm. Çünki Əleyhisselamdan vuruşu baxın, Cəməl əhli. Əleyhisselamda onları məğlub edin. Dedi, sən elə bilirsən ki, mən onları zəlalət əhli. Yəni, sənin tərəfində döyləndə, dedi, ey Haris, sən, çox maraqlı bir söz deyib, bundan 1000 söz çıxardarsan. Dedi, ey Haris, sən aşağıya baxdın, yuxarıya baxmadın. Yuxarıya baxmadın. Sən aşağıya baxdın, 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 yuxarıya baxmadın
Aşağıda baxdım sən nə deməkdir, mən bunu belə deyildi. Sən onların sözünü eşitdin, batil sözünü eşitdin, qəbul etdin, amma yuxarı baxmadın. Mənim sözümü eşidib düşünmədin, ey Haris. Ey Haris, deyir ki, innəl haqqa lə yu'rafu bir rical. İ'rif el-haqq, ta'rif əhlə. Ey Haris, haqq şəxslərlə tanınmaz. Haqqı tanı ki, onun əhlini tanıyasan, ey Haris. Dedi, Haris nə dedi? Dedi, mən də qəşəng variant tapmışam. Gedirəm, Abdullah ibn Ömər kimi eləyəm. Gedirəm, Səəd ibn Əbi Vaqqas kimi eləyəm. Filan kəslər kimi eləyəm. Ne eləyəm? Çəkiləm bir güşə, nə səndənəm, nə ondanam. Dedi, ey Haris, onlar elə bilsən düz elədi. Elə bilsən onlar düz elədi. Onlar düzdür, haqqa kömək eləmədilər. Amma batili də tərk eləmədilər. Elə bilmə düz eləyiblər. Yəni onların batildən uzaqlaşmaları haqqa görə deyildi. Buna görə də Allaha cavab verəcəklər, ey Haris. Həmin o dediyimiz o Abdullah ibn Ömər, Həccat Məkkəni fəth eləyəndə, gəlib Məkkəni tutanda, gəldi qaça-qaça. Baxın, həyat kimi nəyə məcbur edir? Baxın, ya haqqın yanında olasın, fəzilətinin yanında olasın, ya da belə o zəlil olacaqsan. Gəldi, dedi, Həccaca dedi ki, Həccat, mən istəyirəm Abdülməlikə beyyət eləyəm sənin vasitədə. Kral oydu, Abdülməlik idi. Sənin vasitəsindən Abdülməlik deyir ki, ey işləşməz, əli qoluydu, keftədir də. Dedi ki, baxdı buna, dedi ki, mən Peyğəmbərin hədisinə gəlmişəm, ey Abdullah ibn Ömər dedi. Nə hədisə gəlmişəm, deyir ki, mən mətə və ləm ya'rif imamə zəmənihi mətə mitən cəhiliyyə. Kim zamanəsinin imamını tanımasa, ölsə, cəhalət dövründə olan insanlar kimi ölür. Abdullah ibn Ömər, bu hədis başqa Həzrət Əli yada düşmürdü səni. Yox, düşmürdü. Gəldi, dedi, o da qəşəng variantdır. Dedi, əlim qoluda əyağımdan tut beyyətini. Dedi, məndən ələ salırsan məni? Dedi, hə, bizim dedi, filan şübə. Sən elə bilirsən ki, beyyətə Peyğəmbərin sözünə görə gəlmirsən. Sən Zübeyrin oğlunu orada asılıb görüb gəlmirsən ki, səni o vəziyyətə salmayalım. Həqiqətən Həccac nə qədər qəddar olur. O qədər qəddar adamın düz sözüdür, bax. Haqq sözüdür. Çox dəqiq deyib bu söz. Biz, psixoloji bir halımız var, biz həqiqəti axtarırmış kimi eləyirik. Amma əslində həqiqəti axtarmır. Qəşək, bu qələbmalığımız var da bizim. Həqiqəti axtarmış kimi. Amma əslində biz öz nəfsimizə uyğun olanı axtarırıq. Uyğun olan vəlini axtarır. Peyğəmbərləri də ona görə qəbul eləmirdilər. Peyğəmbər gəlirdi, nəfslərin vururdu. O da deyirdilər, ya Rasul, bizim öz Peyğəmbərimizə, sənə filan verək, qadınların verək, mal mülk verək, bizim nəfsimizə toxunmuyor. Salavat işləyək. Allahümmə səlli ələ Muhamməd elə Əli də buna görə sevinmədi. Qutarım, 5-6 dəqiqə inşallah qutarım. Əli də ona görə sevinmədi ki, Əli əleyhissalam bu cəmaatın zövqünə uyğun qərarlar vermirdi. Yəməndən gəldilər. Peyğəmbər əleyhissalam Yəmənə təyin edib ki, ged orada vergini al, gəl. Vergini alıb parça götürüb gəlib. Bəzi rəvayətlərdə bu vida həccində olanlar olduğunu deyilir ki, Həzrət Əleyhisselam deyir ki, onlara dedi ki, mən Peyğəmbəri görməmişəm, qaçıram onu görməyə. Siz burada gözləyin. Həzrət Əleyhisselam getdi Peyğəmbərlə Peyğəmbər dedi, ged onları da götür, gəl. Deyir, gələ görə bunlar neyniyib? Parça gətirmişlər, parçanı kəsiblər, əyinlərinə biçiblər, kəfən kimi geyiniblər, hazırlaşıblar. Dedi ki, soyunalınız paltarınız. Sizə kim icazə verdi bunu geyinəsiniz? Belə adam sevərlər, sevməz. Bu realdan danışaq, sevilməz axı belə adam. Haqq əhli deyər ki, sənə qurban olun, biz qələt eləmişik, tövbə edirik, çıxardırıq. Bir kinlə, küdurətlə o paltarı soyundular və gəlib Peyğəmbərə şikayət elədilər. Belə sevgi olar. Belə sevgi olmaz. Biz haqqı yoxlayanda belə yoxlamalıyıq. Necə mən Həccacın sözünə dediyimi, olsun, amma haqqı qiymət verməzizdən.
Biz haqqı yoxlayıb belə yoxlayıb. Sözü düzdürmü? Amma biz belə yoxlayırıq. Sözü mənim nəfsimə uyğundurmu? Mən deyən deyilmi? Əli Mövla kimi sevilməyə layiqdir. Hamı kimlərsə özünə bu dünyada Mövla qeyd edəcək, Mövla tutacaq. Sən də əlini özünə Mövla tut. Mövlasız adam yoxdur, bilin. Biri onun, biri bunun. Biz də Allah nəsib eləsin, biz də Həzrət Əlini özümüzə Mövla bilənlərdən olar inşallah. Qədirxum əslində bizim azadlığımızın bir xəritəsidir. Bizə bir dənə xət çəkib, əvvəlcə də dedi. Biz o iman gözcüsündə özümüzə baxmağı bacarmalıyıq. Sözümü bundan tamamlayıram. Ey əlini sevənlər, ey əlini özünə Mövla bilənlər. Məlik Təbrizi ağa belə deyir ki, çox böyük bir alimdir, Əl-Muraqibat kitabında belə bir şey qeyd edir. Deyir ki, bir tacir var idi. Hər dəfə Həzrət Əli əleyhissalamın ziyarətinə gələrdi. Deyir, sübhə qədər ayaq üstə durub bu sözü deyərdi. Sübhə qədər ayaq üstə durub bu sözü deyərdi. Gəl beşəkafənd sər o payı mən, cüz to nə yabənd dər əzayı mən. Deyir ki, mənim əzalarımı parçalasalar, məni bölsələr, yəni, orada səndən başqa heç nə tapmayacaqlar. Deyib ağlayaq. Ayətullah Məlik Təbrizi deyir ki, mən bu kişini görmüşdüm. Şəni yayılmışdı da. Özüm də deyir, tələbə baxıb bu kişini görmüşdüm deyir. Gəldim, gördüm ki, durub zəlin qabağında bu söz deyirdi və gedənə yaxın tacirdir və getməlidir. Orada qala bilməz axı, tacirin işi gərəyə getməlidir. Deyirdi ki, ağa, getməyə məcburam, amma məni özümdən ayrı salma. Xidmətçi danışır ki, bu sözləri hər dəfə deyilir, bir dəfə deyəndə deyilir. Nəcəfi ilə biraz keçmişdi ki, dedi ki, Kəcavəri saxlayın. Düşdü, canını tapışırdı. Qaytardılar Həzrət Əleyhisselamın yanında, ətrafında dəfn elədilər. Allah bizləri belə Həzrətləri sevənlərdən eyləsin inşallah. Allah günahlarımızı bağışlasın. İlahi, səndən istəyimiz budur ki, əgər bizi də yarsalar, orada Əlidən başqa heç nə tapmasınlar. Biz də o tacir kimi gözəl arzular da olar. Nə deyir? Ağa, məni özündən ayırma. Allah bizi də onlardan eylər. İlahi, səbirli olsaq, Əli kimi olaq. İlahi, zülmə qarşı dursaq, Əli kimi duraq. Haqqı söyləsək, Əli kimi söyləyək. Vəssalamu aleykum və rəhmətullahi və Kərbəlayı, bugünkü müvaizəyə görə sənə bax bu bütün burada oturanlar adından minnətdarlığımızı bildirir. Allah Teala səni bizim üstümüzə nəsib eləməsin. Hamımızdan bir xahişim var, ay cəmaat. Gəlin belə cavanlarımıza hörmətlə yanaşaq. Onları həmişə uca tutaq. Çünki belə cavanlar tək-tək bizim əlimizə düşür. Qeyri-mümkündür ki, belə cavanlardan 100-ü, 200-ü çıxsın ortaya. Onlar da tək-tək çıxırlar. Gəlin belə cavanlarımızın qədrini bilir. Onlara böyük hörmətlə yanaşaq. Kərbəlayının səhi salamatçılığına, ölenlərin ruhuna, Peyğəmbər Ali Peyğəmbər salavat zikr edir. Allahümme salli ala Muhammed və ali Muhammed. Mən təşəkkür edirəm, böyük sözlər dedi. Amma mən heç vaxt bunu özümdən bilməmişəm. İndiyə qədər də nə qədər ki bu minbərə çıxmışam, iki şəxsə təvəssül eləmişəm. Bir xanım Zəhradır, bir də Əbəd Fəzəvadır. Çox bələkətlə görmüşəm. Allah bizləri onlardan ayrı salmasın inşallah.
Ya Allah, səhvlər düzəldək. Bizim Samir qardaşımız dua istədi. Dedi, xüsusi dua edəsən inşallah. Allah nə hacəti var, müşkili var, qəbul edəsin, rəva eləsin. Arzu və istəyinə çatdırsın. Sizdən də dua istəyənlərin də olarım, bizdən də dua istəyənlərin də olarım. Hər yerdə dua edənlərin də olarım, Allah qəbul eləsin. Evindən, məsciddən bizəni boş yola salmasın. Peyğəmbər olub, Peyğəmbər salaması işləyək.